Salamlayıram sizləri əziz izləyicilər. B qrupunun ikinci qarşılaşması, 5-ci tur. Ən vacib görüşüdür qrupdan çıxmaq üçün. Bəli, çox maraqlı. 4-cü yerlə playoff-a çıxacaq. 4-də final mərhələsinə yüksələcək və Cənub futbol komandasının rəqibi olacaq. Bəli, İxlas komandası ilə Görədi komandası qarşılaşır. Yunis SD heyətləri. İxlas komandasında bu arada gol, erkən gol görürük. Yeni transfer Hatəm. Bəli, hesab 1 dəqiqə olmamış hesab asılır. 30-cu saniyə idi bəlkə də. Bəli, İxlas komandası qolla başladı. Çox maraqlıdır. Heyəti elə qol vuran oyuncu yeni transfer Davud Hatəmlə başlayaq. Davud Bəli. Hatəm, İbrahimov, Ceyhun. Ceyhun da yeni komandanın yeni transferidir. Onunla birgə Əliyev, Aydın, Qulamov, Zamik, Kazımov, Ramil, Abdullayev Əli və qapıda Tağıyev, Elnur. Bəli. İndi isə Görədi komandasının heyətlərini açıqlayım. Kapitan, qapçı Daşdamirov, Rəvan, Əzimov, Samir, 5 nömrəli oyunçu Cahidzadə, Turxan, 11 nömrəli kapitan, köməkçisi Heydərov Anar, 7 nömrəli oyuncu Heydərov İlqar, 9 nömrəli oyuncu Mustafayev Royal, 23 nömrəli oyuncu Əliyev Mahir, 25 nömrəli oyuncu Cahidzadə Cavid. Yeni transferlər var. Həsənov Namik, Mehdiyev Murad, Qafarlı Neymət və Samir Həsənov. Qeyd edim ki, Yunis son oyunda həqiqətən də Mahir Görədi komandasına çox gözəl oynamışdı Neymətlə birlikdə və komandasının ilk qələbəsini qazanmışdı Görədi komandası. Görədi komandası 4 xalla 4-cü yerdədir. İxlas komandası 3 xalla 5-ci yerdədir. Bəli. Artıq 6-cı yerin sahibi bəllidir. Mehraş komandası Qoca Sünər komandasına uduzaraq 6-cı pilləni Bəli. tutdu. Artıq İndi- qrupun 1-ci və 6-cı yerləri bəllidir. Və indi baxaq necə 4-cü və olacaq. 5-ci yerlər bəlli olacaq. Bəli. Çox maraqlı qarşılaşmadır. Qapçı ilə oynadılar. Elnur, 7 nəfərlə Görədi komandası 9 nəfərlə gəlir. Ramil bir daha Elnur'la oynayır. Qeyd edim ki, Yunis Elnur da çox risk edən qapçılardan biridir. Çox təcrübə qapçıdır. Ramil. Toxunuş var idi, Neymətə dəymişdi top. İkincidən zərbə qazanan İxlas komandası. İxlas komandasının yeni transferləri komandanın gücünə güc qatır. Bəli. Kağız üzərində elə idi və oyunun 30-cu saniyəsində hiss olundu. Davud Hatəmin gözəl aşırma zərbəsi ilə hesab Ara pası açıldı. keçmədi. Alt qazanır Görədi komandası. Geriyə oynadılar. Pasını verdi qapçı. Rəvan pası dəqiq olmadı. İxlas komandasındadır top. Ceyhun edəcək. Rəvan. Rəvan. Komandanın çempionatın ən yaxşı qapçılarından. Ceyhun ötürməsi Zamiqə keçmədi. Qeyd edim ki, ilk kapitandır ki, qapıda qalır Yunis. Digər kapitanlar isə biz oyunda görürük. Hücum şansı. Tələsmir geriyə çəkildi. Neymət baxır. Geriyə oynadı. Rəvan. Gözəl pressing görürük İxlas komandasından. Görədi komandası boşluq axtarır amma tapa bilmir və pas dəqiq olmadı. Oyuncu saxlaya da bilmədi. Ilə başlayacaq oyun. Əli, Elnur. Yanında Aydınla oynadı. Bir daha Elnur. Elnur sıyrıldı. Pasını da verdi. Bəli, Zamik top saxladı. Ceyhun uzun pas keçmir. İxlas komandası. Vok qoyuldu. Günah dəyişəcəkmi? Hatəm topu qəbul edə bilmir. Yavan pasını verdi. Heç Görədi komandasına bu hesab uyğun deyil. Belə bitsə, İxlas komandası qələbəsi ilə bitdi. İxlas komandası 6 xalla Bəli. qrup 4-cüsü olacaq. Görədi komandası qrupda qala bilər. Xalla qrupda qalacaq. Topu itirir Zavid. Hatəm başladı. Zərbəsi Aydın. Rəvan.
Pas dəqiq olmadı. Ramil. Ramil'den güzel pas. Samik geriye verdi pasını. Qeyd edim ki, Yunus oyundan öncə diplom verildi Zamiqə. 4-cü turun ən yaxşı qolu. Bəli, İki qoldan bəli. biri. Çox gözəl. Və qapıcı üzbəyizi Zamik sevindirə bilərdi az qalsın. Bəli, qeyd edim ki, iki oyuncu ən gözəl qol vurmuşdu və kapitanların səsi ilə 7-7 qaldılar. Qeyd edim ki, digər oyuncuya da diplom veriləcək və Zamiq də oyundan öncə diplomunu aldı. Dirək Neymət idi zərbəni vuran oyuncu. Elnur. Topu hələ də itirməyiblər. Bir zərbə Elnur yenə. Elnur nə edirsən sən? Bəli. Reaksiyalar. Ramil oynadı Elnur. Uzun bir pas. Hatəm Gücdən zərbə. gəlmir top. Müdafiəçi başla uzaqlaşdırdı. Hatəm baxır, pasını verdi. Zamikdə deyil. Ayağa zərbə var idi. Anar Hakim oyuna tamam dedi. daxil oldu və topu oğurladı Zamiqdən. Neymət irəlilədi. Ramil də keçdi. Pas verdi və gol! Bərabərdir. Hesab 1-1 olur. Neymət gözəl pas verdi. Yeni transfer Samir Həsənov komandasını sevindirir. Hesab 1-1 oldu. Oyun yenidən öz əvvəlki prinsipialına geri döndü. Bəli, bəli. Qeyd edim ki, görədik komandasına 4 transfer var. 4 transferləri də bu oyunda görürük biz. Bu hesab gördü komandasına sərf eləyir. Bəli, bərabər bitsə belə keçir, qrupda qalmır, play-off mərhələsinə vəsiqə qazanacaq. Qapıcı Rəvan topu başlayacaq qapıdan. Müdafiəçisi ilə oynayır. Anar geriyə oynadı, Rəvan. Rəvan baxır, uzun bir pas. Topa çata biləcəkmi? Yox, Aydın oğurladı topu. Pas keçmədi. Samir idi. Elnur, Elnurla oynayır. Ramil. Ramil'dən uzun bir pas. Qapçı. Zərbə. Ceyhun mane olmuşdu. Uzun bir pas gəlir. İtələmə var idimi? Yox. Fərid Məmmədov davam deyir. Kələmə var idi yüngül, amma Fərid Məmmədov davam dedi bu epizodda. Pas keçmədi. Ramil. Ramil itirmədi. Geriyə oynadı Hatəm. Ceyhunla oynayır. Geriyə oynadılar Elnur. Elnur oyuncularının açılmağını istəyir. Bir daha Elnurla oynadılar. Ceyhun. Ceyhundan gözəl pas Samiqə. Samiq irəliyir. Hatəm gözəl qoşuldu. Zərbəsi. Aydın da nə qədər istəsə də ayağını salsa da çata bilmədi topa. Qüvvətli zərbə idi. Millimetrlər var idi orada. Bəli, bəli. Gözəl epizod idi. Zamiqin o ötürməsi sanki De Bruyne'dir. O necə düşüncə idi. Samir itirmədi. İki oyuncu da sıyrıldı. Pas dəqiq olmadı amma. Ramil yerdə qaldı amma top Ramildədir. Qapıcı topu əlinə götürdü. Ramil bir oyuncusun sıyrıldı. Pasını verdi Hatəm. Cinahı dəyişdilər. Ceyhun Samiqlə oynayır. Gözəl paslaşırlar. Gözəl pas. Ramil sanki tələsdi, bəli. Bəli. Əllə toxunuş var idi. Fərid Məmmədov saxlayır. İki canlı səd var. Topun başında Aydındır. Baxaq, qüvvətli zərbə mi görəcəyik yoxsa pas? Ceyhun sanki top istəyir Aydından.
Yox, zərbə və canlı sətdə dəyir. Neymət. Hücum şansı ola bilər. Neymət tələsmir. Geriyə oynadı. Mahiri gördük oyunda artıq. İtirdi topu və gözəl blok gördük. Neymətlə Mahir. Uzun bir pas. Anar sata biləcəkmi? Yox. Elnur topu götürür. Pasını verdi Ramil. Ramil baxır. Hatəmlə oynadı. Geriyə pas. Ceyhun. Gözəl paslaşır İxlas komandası. Boşluq axtarır sanki Görədir komandasında. Hatəm yenə geriyə oynadı. Ramil. Ara pası keçmədi. Neymət baxır, tələsmir. Geriyə oynadılar. Neymət itirməyib, topu saxladı meydanda. Geriyə müdafiəçisi ilə oynadı. Uzun bir pas, sinəsi ilə qəbul edir, pasını da verdi və Ceyhun. Müdafiədə gözəl oynadı Ceyhun. Gücdən zərbə yerinə yetiriləcək. Yenə Görədir komandası. Mahir geriyə oynadı. Kapitan Anar. Mahir. Neymət pasını verdi. Yox. Ceyhun uzaqlaşdırdı topu. Top yenə də Görədir komandasındadır. Rəvan. Kapitan. Uzun bir pas. Mahir. Mahir topun çıxmağa qoymur. Pasını verdi. Neymət. Geriyə verdi pası. Mahir. Mahirdən pas. Mahir qapısı üzbəyizdi və gol! Mahir! Gözəl pas gördü və Mahir bitirdi. Hesab 2-1 olur. Görədir komandası 1-0 geridə olsa da hesabı 2-1 edir. Çox maraqlıdır. Komandasının döyünən ürəkləri Mahir və qapıcı Rəvan. Qeyd edim ki, Yunus heyətdə heç də cavan oyuncu görmürük. Hesabda 2-1 öndədirlər. Çox kollektiv şəkildə komanda oyunu oynayır Görədir komandası. Ramil. Hücumçu olmamağı hiss olunur. Bəli, İxlas komandasında. Sanki əziyyət çəkirlər. Bu oyunda Vaqifi görsəydik, bəlkə də belə olmayacaqdı. Elmar da var, qeyd edim. Gözəl sıyrıldı. Qapıcı Elnur. Qapısını tərk topu uzaqlaşdırdı. Gücdən zərbə. Alt yerinə yetiriləcək. Neymət. Xas komandasının işi biraz çətinləşdi. Artıq geri dönüş eləməlidir qrupdan çıxmaq üçün. Görədir komandası. Gözəl ara pası. Zamiq qarşısı alır. Hatəm itirmədi. Zamiqlə oynadı. Hatəmdən uğurladılar topu. Kapitan Anar idi bu. Zamiq. Ramil oynayır. Ramil nə edəcək? Neymət uğurlayır topu. Seyki baxaq nə edəcəklər. Yenə Neymətə verilir top. Neymətin pası önü boşdur. Gözəl sıyrıldı zərbəsi Elnur. Sanki sinəsi ilə topu uzaqlaşdırır. Elnur komandasını real qollardan xilas edir bu dəqiqə kimi. Bəli, uzun bir pas Elnurdadır top. Hatəmə pas. Hatəm topu qəbul edir. Cinahı dəyişdi. Aydın. Aydın irəliyir, önü boşdur. Aydının zərbəsi top dəqiq asfaltına olmur. qapının üstündən keçir. Rəvan Neymətlə oynadı. Olar ne ya? Ya oyna. Oyunda 14-cü dəqiqədir ilk hissədə. Hələ vaxta çox var. Xas komandası Bəli, bəli. mütləq qələbə qazanmalıdır qrupdan çıxmaq üçün. Uğurladılar topu. Zərbə və gol. Çox rahat bir gol.
Hesab 3-1 olur. Bu Namiq Həsənov idi. Qeyd edim gol vuran oyuncu. Hesab 3-1 olur. Bak burada bağlı, burada bağlı. Yunus çox çətinləşir. Çox analiz eləyib. Bəli, İxlas komandasının vəziyyəti çox çətinləşir. 3-1-dən geri dönüş eləsə inanılmaz bir şey olacaq. Aydın. Aslı verdi Zamiq. Keçə biləcəkmi? Yox, yerdə qalır. Bəli, ayağa çox sərt bir hərəkət var idi. Bəli. Yaxın arxasında əli var. Bəli, baxaq. Qüvvətli zərbə görəcəyik Əlidən. 2 canlı səd var önündə. Pasını verdi Ramil. Bir daha pas idi zərbə yox, sanki. pas Zərbə idi, deyildi, bəli. bəli. Qeyd edim ki, ağsaqqallar təhlükəli oyun. Bəli, sərt idi. Bərd Məmmədov cəzalandırır, sarı kart. Getdi, sarı vərəqə. Yerlə sürüşərək 2 ayağı ilə Bəli, bəli. Ramilin İlk göyə qaldırıb ayaqlarını, yerə bəli, çəkdi. ayaqlarını yerdən kəsdi sanki. Ramil axsıyır, inşallah ki zədələnməz. Uzun bir pas, dəqiq olmadı. Boş yerlərə bax. Rəvan heç də tələsmir. Rəvanın pası Neymət bir də müdafiəçisi ilə oynayır. Bəli, öndə baskı qurur artıq. İxlas komandasının oyunçuları. İtirəcək bir şeyləri yoxdur. Itirmədi Mahir. Mahir'in pası dəqiq olmadı. Əldədir top. Ceyhun. Bəli, topu qazanır İxlas komandası. Elnur pasını verdi Əli. Ramil topu qəbul edə bilmir. Ramil'in oyunu Neymət 5 Mahir turda oynadı. alınır. Gözəl cinah dəyişdi Neymət. Dəyişikliyi. Bir daha dəyişdilər. Yorurlar sanki İxlas komandasını. Elnur önə çıxıb və pressing bəhrəsini verir. Aydın Aydın top itirdi. uğurladılar. Neymətin pası Mahir. Qapçı Elnurdan yox. Mahirə dəymişdi son anda. Elnur Ramil oynayır. Əli Zamiq Zamiq geriyə oynadı Ramil Əli geriyə oynadı. Aydınla oynadı. Aydın boşa çıxmışdı. Gözəl pas. Ötürməsi. Ramil nə edəcək? İtirməyib. Zərbəsi. Top bitirindən qayıtdı. Bəli, bəli. Dirək görədi komandasına kömək olur. Çox gözəl hücum izlədik. Gözəl ara pası gördü həm də. Ramil sanki sözümüzə eşitdi, özünə gəlməyə başladı. Mahir gözəl hərəkətlər gördük Mahirdən. Rəvan oynadı. Rəvana uzun bir pas dəqiq olmur. Ceyhun sanki öndədir İxlas komandası. Elnur. Ceyhun Bas komandasının Elnur kimi futbolçu kimi oynaya biləcək oyunçusu var, 6-cı oyunçu kimi. bəli, istifadə etmək lazımdır. Aydın pasını verdi. Ramil itirmədi. Zamiq Zamiqin qüvvətli zərbəsi. Bu nə zərbə idi Zamiq? Kapitan. Zərbə idi. Kapitan sanki 5-ci turun diplomunu da götürmək istəyirdi. Ən gözəl qol istəyirdi. Çox gözəl zərbə idi. Top dirəyə dəydi. Samirdən Mahirə pas. Mahir irəliyir. Pasını verdi. Nə edəcəklər? Qüvvətli zərbə. Qapıda Elnur gözəl oynadı. Neymətin zərbəsi. Yenə Elnur. Neynəsin artıq Elnur? Bəli. Aydın tək qalıb. Zamiqə verdi pasını. Mahir sərt oynadı.
Biraz sərt oyun izləyirik. Mahir bəli. Düzülqaqlıq elədi. Respekt. Ceyhun Zamiklə oynadı. Əli, Samik. Gözəl paslaşmalar İxlasdan. Aydın bitirə biləcəkmi? Zərbələri var amma Yox, geriyə çəkilir. Niyə? qapandığı üçün məcburiyyətdən geriyə çəkilir. Çox maraqlıdır. O cür top gətirəsən önə geriyə oynadı Aydın. Elnur nə etmək istəyir? Elnur zərbə vura bilərmi? Elnur. Yox, gözəl pas, amma Ramil qəbul edəmir. Neymətdən pas Mahirə, amma Ceyhun yetişir topa. Elnura gəlir top. Yenə Elnur. Elnurdan gözəl hərəkətlər, itirmədi, pasını da verdi. Zamik əks hücum şansı 3'e 2. Zamik'in zərbəsi. Zamik. Qapçıdan çıxır, küncdən zərbə. Küncdən zərbə yerinə yetiriləcək. Ramil baxır, kim var? Uzun bir pas. Zamik'in başı zərbəsi, bir də zərbə. Rəvan, diqqətlidir qapısında. Refleksi həqiqətən əladır. Sanki 22 yaşı var. Zamik zərbəni vura bilmir, amma topu itirməyiblər. Yox, itirdilər. Hücum şansı indi. Zərbə dəqiq olmur. Gel. Elnur topu yerinə yetirəcək. Sen gördün burada. Gel. Ali Aydınla. Aydın baxır. Elnurla oynadı. Solu bağlama, solu bağlama. Elnurdan pas Ceyhun. Bazı sıktı ama bazı sıktı. Elnur. Aydın cinahdan açılmışdı, görmədi onu. Uzun bir pas. Qapısını çaşdırmaq istəyirdi, Ramil alınmadı. Uzun bir pas, dəqiq olmur. Adam deyil. Bəli, rəvandır bu, kapitandır bu. Əli geriyə oynadı Elnur. Baxır, Solu bağla git. pasını verdi Ramil. 3'e 3 epizod. Heç kim yoxdur. Yenə geriyə çəkilir İxlas komandası. Ali. Məncə düzgün taktika ilə oynamır Yunis İxlas komandası. Müdafiədə həmişə 2 oyunçu gördük, amma öndə olmaqları daha yaxşı olar. Burada bəli. Anlaşılmazdır. 3'e 3 epizoddur. Anar pasını verdi Neymət. Geriyə Samir pasını verdi. Bir de ver, dalan var ya. Kapsı ola. Ne hücumda oynuyor. Uzun bir pas. Sami'ye gəlir top. Sami itirməyib. Ceyhun. Ceyhun zərbəsi blok Samirdən. Bəli, cərmə zərbəsi bildirir. Samir çobuda oynamışdı burada. Ceyhun yerdə qalmışdı. Üstünlük prinsipi və top Göyərdi komandasına verir Ceyhun. Neymət. Müdafiəçilər məcburiyyətdən hücumda oynayır İxlas komandasında. Axı bu oyun həlledici oyun idi İxlas komandası üçün. Elnur. İtəleme. Samik gözəl sıyrıldı. 2 oyuncu keçdi, amma Neymət qarşısını alır. Anar kapitan pasını verdi. İtirmədi, geriyə oynayır. Cavid. Təhlükəli oyun, bəli. Düzgün qərar verildi. İxlas komandasındır top. Zərbə. Ramil nə edəcək? Pasını verdi Samik. Samik gözəl sıyrıldı və penalti. bəli, bəli. Bəli, Əli yerdə qalmışdı. Cavid ayağını dartdı sanki. Əlinin. Bərdi Məmmədov görürdü və
penalti qapıda. Məncə Yunus qapçı, kapitan Rəvandır. Gözəl sevləri var. Aydın və Rəvan qarşı durması. Məncə qurtaracaq bunu. Qurtaracaq məncə Rəvan. Məncə Aydın vurursa, Aydın zərbələrini qurtarmaq biraz qeyri-mümkündür. Baxaq necə olacaq. Çox maraqlıdır. Bu gol lazımdır İxlas komandasına. Aydın. Dəqiq olmur Aydın və birinci hissə bununla da bitir. İkinci hissədə sizlərlə olacağıq. Və ikinci hissə başlayır. Görədi komandası 3-1 öndədir. İxlas komandası məğlub durumdadır hal-hazırda. Komandasını comeback eləmək üçün son 25 dəqiqə. Bəli, baxaq nə olur. Başqa yolu yoxdur. Ancaq və ancaq qələbə. Topu uğurladılar. İlk hissənin son saniyələrində gözəl bir fürsət var idi hesablasına fərq azaltmaq üçün, amma Aydın penaltini dəqiq yerinə yetirə bilmədi. Bəli. Penaltini qaçırtdı İxlas komandası. Bu cür epizodları qaçırtmaq günahdır belə Məncə oyunlarda. düzgün heyət indi görəcəyik İxlas komandasında. Sanki bax Yunus, Elnur önə gəlir. Qoşmalıydılar belə oyuna. Bəli. O Rəvandan gözəl Son hərəkət. Hollandiyalı reaksiyası. Ramil Hatəmlə oynadı. Hatəmin pası Zamiq itirməyib. 3 nəfər var yanında sıyrıldı. Pasını da verdi. Hoppa verirsən Zami. Müdafiədə gözəl oynadı. Mahir uğurladı topu. Uzun bir pas. Hatəm qəbul edir. Gözəl reaksiya. Hələ də ötürmə Zamik gözləmirdi. Bəli. Elnur arxadan oyun qurur. İxlas komandası bunu çoxdan etməli idi. Elnur qapıdan tapşırıqlar verir komandasına. Pressing edin deyir. Baxaq nə edəcək. Pressing bəhrə verəcəkmi? 3-ün 2-yədilər. Neymətli pas keçmədi, amma yenə də görədik komandasındadır. Sıyrıldı. Qapıcı da gəlir. Elnur. Nə deyir Fərid Məmmədov? Ceyhundan meydanı tərk etdi və 200-dən zərbə. Geriyə pas. Zamiq uğurladı. Ramil. Ramil nə edəcək? O hücumçu deyil, neynəsin? Pasını verdi Zamiqə. Zamiq gözəl hərəkətlər görürük Zamiqdən. Ceyhun da qoşuldu cinaha. Ramil. Pasını verdi. Zamiqin zərbəsi. Neymətdən top alta yedir. Hatəm geriyə oynadı. Aydın. Hatəm. Hatəm pasını verdi. Mahirdədir top. Mahir nə edəcək? Top çıxmayıb. Çıxdı. Bəli. Yox, çıxmışdı. 200-dən zərbə. Bu Hatəm topunu başlayır. İçəridən İxlas komandasına 3 oyuncu var. Samik zərbə vurmadı sanki. Pas idi elə bil. Hatəm top istəyir. Hatəm. Hatəmin zərbəsi müdafiəçi uzaqlaşdırır. Oturub görədi komandası. Çünki qələbə onlara asılması ilə bəs edir. Hatəm. Hətta artıq qrup ikinciliyi iddiaları var. Bəli, Düz istəyirəm, bəli. üçüncülük iddiaları var. Ramil Zamiqlə oynadı. Zamiq baxır, pasını verdi amma dəqiq olmur. Öz oyuncularına Topu uzaqlaşdırmaq istirdi. Samilə dəydi top. Rəvan. Qapıçıya gəldi Mahir. 2 oyuncu birdən üzərinə gedir Mahirin. Samirdədir top. Neymət. Samir. Mahir. Mahir irəliyir. Cinah boşdur. Pas verə biləcəkmi Mahir? Pauza edir, geriyə oynadı. Samir. Cinahı dəyişdi və Ceyhun topu uğurladı. Ramil nə edəcək? Pas dəqiq olmadı. Bəli, Out. çox gözəl fürsət idi. Ramil artıq sürəti qalmayıb. Bir daha out yerinə yetiriləcək. Zamiq önü boşdur. Zərbə görəcəkmi? Zərbəsi! Oy 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 və gol! Yox! Keçmədi. Bəli, bu nə idi Yunus? 3-cü dirək İxlas komandasında. Zamiq gözəl zərbə. Bəli.
Rəvan topu uzaqlaşdırmışdı. Ceyhun qol vurmaq istəyirdi. Yenə də müdafiədə gözəl oynadılar. Zamik bugün Messi paltarını geyinib gəlib. Rəvan sanki zədələnib. Davam deyir. Hər şey yaxşıdır. Samik Oyun davam topu edir. yerinə yetirdi. Ramil. Hatəm. Hatəm irəliyir, pası keçmir və out qazanır. Amalıqla- Yox, 2-3-dən zərbə. Amalıqla müdafiəyə oturub görüdür komandası. Bundan istifadə edə bilər xas komandası yaxşı mənaya. Pas keçmədi içəriyə doğru. Ceyhun baxır. Bir küncdən zərbə daha. Qapanan komandaya qol vurmaq rahat olur bəzən. Əgər ağıllı futbol oynasan. Aydına doğru ötürüm. Aydın baxaq penalı. Aydının gözəl zərbəsi. Dəqiq olmuşdu amma Devam. toxunuş var idi, bəli. 2-3-dən zərbə bir daha. Küncdən zərbələrin, dirəklərin ardı-arası kəsilmir komandada. Yenə Aydın nə edəcək? Yox. Geriyə oynadı. Elnur çatacaqmı? Yox. Çatmır topa, pas dəqiq olmamışdı. Samir zərbəsi dirək. Dirəklər. Qeyd edim ki, yeni transfer Samir çox gözəl oynayır. Ramil baxır. Elnurla oynadı. Rəqib 3 nəfərlə hücuma çıxıb artıq. Çox maraqlıdır görədir komandasının taktikası. Geriyə pas. Samiqin pası dəqiq olmadı. Ceyhun və top meydanı tərk edir. Neymət. Mahir. Pas dəqiq olmadı. Samiqə gəlir top. 3 epizod. Ramil nə edəcək? Bəli, əllə itələmə var idi. Ramil tez başlayır. Zərbə dəqiq olmur. Anar kapitan pasını verdi. Mahir irəliyir. Mahir pasını verdi. Ceyhundan blok. Anar topu yerinə yetirəcək. Neymət pas istəyir. Mahirlə oynadılar. Anar, Neymət. Geriyə Samirlə oynayır. Samir tələsmir. Cinah dəyişildi. Anar. Topu uğurladı Aydın. Hatəm. Hatəm zərbəsi və gol. Hesab 3-2. Özünün və komandasının ikinci qolunu vurur. Bəli, dubl edir Hatəm. Hatəm artıq nə etsin İxlas komandası üçün? Yeni transfer Atəm. 3-2. Mərkəzə- yüklənir. Mərkəzə gəlir görədir komandası. 13 dəqiqə var ikinci hissənin bitməyinə. Cavid, Neymət. Mahirdən gözəl pas. Qapıcı Elnur. Yerdə qalır Elnur. Zədə varmı? Out yerinə yetirildi və yerdə oyunçu Anar yerdədir. Mahir topun başındadır. Canlı səhətdə bir oyunçu var. Zamiqdir bu kapitan. Qapıcı Elnur uzaqlaşdırır topu. İkinciden zərbə. Pas keçmişdi amma Mahir sevindirə bilmədi və tora dəyir top out. Yox, cərmə zərbəsi bildirir. Çoxu da oyun var idi qapıcıya qarşı. Hatəm. Hatəmdən pas Ceyhun'a gəlir. Ceyhun'dan gözəl pas verə biləcəkmi? Ramil! Samik sanki mane oldu Ramil'in zərbəsinə. Axırı çıxartdı Zamik. Anlaşılmazlıq oldu. Hatəm və ikinciden zərbə. Ramil hesabı bərabərləşdirmişdi. Çox maraqlıdır. İkinciden zərbə, Ramil topu yerinə yetirəcək. Aslı verdi, Hatəmin zərbəsinə blok gəlir Caviddən. Geriyə oynadı Aydın, Elnur. Elnurdan uzun bir pas içəriyə doğru müdafiədə Anar.
çıxmadı. Meydanı hal-hazırda tərk etdi top. Hatəm. Alt düzgün yerinə yetirilmədi. O hərəkətdə idi. Bəli. Yunus fikir verdinsə dəyişikliklər gördük. Görədli komandasında. Artıq qapanmışlar İxlas komandası da. Geriyə oynadılar. Rəvan. Uzun bir pas. Aydın. Diqqətlidir müdafiədə. Gözəl sıyrıldı mı? Yox. Samiqə gəlir top. Samiq pasını verdi. Hatəm. Hatəmin pası keçmədi və blok gəldi. Bəli. Topu tutmuşdu oyuncunu Aydın. Cərimə zərbəsi bildirdi Fərdi Məmmədov. Geriyə pas Mahir. Mahir irəliləyir, baxır, Neymətə verdi topu. Çaşdırdılar, önü boşdu. Qüvvətli zərbə amma dəqiq olmadı. Aydın baxır, uzun bir pas. Ramil, top Rəvana gəlir. Uzun bir pas, Ceyhundan meydanı tərk edir. Out yerinə yetirəcək Görədli komandası. Artıq qeyd edim ki, Yunus 37-ci dəqiqədir. Bəli, son 13 dəqiqə. İxlas komandasına 2 gol lazımdır. Buraxılmayan 2 gol lazımdır. Görədli komandası isə vaxtı öz lehinə çevirib. Neymət, Ramil az qalsın Neymətdən top oğurlayırdı. Pasını verdilər. Gözəl pas və gol. Samirdən gözəl pas və gol görürük. Hesab 4-2 olur. Golu vuran oyuncu Murad idi. Yeni transferlərdən Mehdiyev Murad. 4-cü golu vurur komandasının və hesab 4-2 olur. Mahir geriyə oynadı Samirlə. Samir bir daha. Mahir. Gözəl taban pası gördük Mahirdən. Neymət, Samir. Gözəl sıyrıldı. Zinah dəyişəcəkmi? Bəli, dəyişdi amma çata bilmədilər topa. Dəqiq olmadı pas. Ceyhun geriyə oynadı. Elnur. Aydın. Elnur. Elnur'dan pas Aydın. Elnur. Aydın top saxladı. Ne edəcək Aydın? Pasını verdi geriyə Zamiq. Tirmir gözəl sıyrıldı. Zamiq hələ də itirməyib. Oy oy nə edirsən amma Neymət qarşısını aldı. Samir. Nə eləmək istəyirdi görəsən? Samir baxır. Uzun bir pas Neymətə. Neymət topu qəbul edir, itirmədi. Yenə Samirlə oynadı. Top çıxmayıb. Mahir, Neymət. Həqiqətən də Görədli komandası gözəl paslaşır. Baxa zərbə görəcəkmi? Ceyhun. Topu boş qapıdan çıxartdı Ceyhun. Bəli, bəli. Gözəl oynadı. Qeyd edək ki, hesab 4-2-dir. İxlas komandası məğlub olur. Qapıçı ilə özbəyizdir. Hatəmin zərbəsi. Dəqiq olmadı. Hat-trick görəcəkdik az qalsın Hatəmlə. Mahir. Neymətlə oynayır. Neymətdən pas Mahirə. Mahirdən yox, itirmədi Mahir. Neymət. Pressing var Neymətə qarşı. Pasını verdi Mahir. Mahir pasını verir. Rəsmilər. Zinah dəyişildi. Samir.
meydan boyu çox gözəl paslaşırlar. Mahir pasını verdi. Nə edəcəklər? Namik geriyə verir. Neymət. Samir. Geriyə çəkildilər bir daha. Neymət. Mahir. Rəvan. Neymət. Baxır önə doğru. Qapıcı ilə oynadı. Uzun bir pas. Qapıcı Elnur. Aydın da çatdı topa. Hatem itirməyib. Yox, oğurladılar topu. Samir və yerdə qalan oyuncu var. Samir yerdə qalıb hələ də. Ayağa çox səssiz daxilə var idi. Əl cibə də gedə bilərdi. Amma Fərid Məmmədov cəzalandırmır Neyməti. Beş metr istəyir Ceyhun. Rəvan canlı sədd qurur. 2 canlı sədd var. Ceyhun zərbəsi. Blok gəlir. Out yerinə yetiriləcək. Ceyhun geri oynadı. Elnur. Uzun bir pas. Keçmir Aydın'a. Hatem. Pasını verdi. 50'den Hatem'e pas. Uğurladılar amma 200'den zərbə qazanır İxlas komandası. Topun başında Aydındır. Bəli, Aydın baxar nə edəcək? Pasa blok qoyulur Samirdən. Samik az qalsın. Zərbə vura bilərdi. Bir daha Samir uzaqlaşdırdı. Əli, Samik. Samikdən uğurladılar. Namikdir bu. Yorğunluq sonlar. Samik hələ itirməyib. Topla oynayır sanki. Aydın sönəcəkmi? Bəli, söndü. Nə edəcək? Uğurladılar topu. Neymət pasını verdi Samirə. Komanda şəklində çox gözəl çıxmağa çalışır. Bəli. Tələsmirlər, paslaşırlar. Sanki rəqibin 6 nəfər olduğuna görə istifadə edirlər, yorurlar rəqibi biraz daha. Bəli, Baskı nəticə verdi. Hatemdən pas Ceyhun'a. Ceyhun'un zərbəsi. O sfərklə. Sanki külə yapardı topu. Qüvvətli zərbə idi və top bir anda fırlandı. Rəvan Neymətlə oynadı. Pas dəqiq olmadı. Dəqiqə oyunda. Bəli, bəli. Hatem baxır. Əli. Hatem pas keçdi Ceyhun. Yox, Ceyhun vura bilmədi zərbəni. Bitirməyib amma İxlas komandası. Zamik topa yetişə bilmir. Out görədir komandasının. Uzun bir pas. Mahir. Top çıxmışdı. Əli geri oynadı Elnur. Ramil. Ramil kimlə oynayacaq? Hatem'e verdi. Kapitan çölə çıxdı. Yorğunluq sonladı meydanda. Bəli. Millə əvəzləndi. Elnur. Pressing var Elnur'a karşı. Sanki Elnur'a öz oyuncusu Əli mane oldu Yunus. 200'den zərbə. Geriyə bir pas. Tələsmir görədi komandası. Samir itirmədi. Pasını da verdi Neymət. Qapıcı Elnur. Elnur həqiqətən də əlindən gələni edir bu oyun. Rəvan pasını verdi Neymət. Pas keçdi bəli. Əli
Sənin spiker yoldaşın 50 xatırladı mənə. Nəyə görə Yunus? Adına görəmi? Həm adına görə, həm oyun stilinə görə. Bəli, Əli həqiqətən də gözəl oyunçudur. Gözəl şərtçidir, gözəl oyunçudur. Kompleks insandır. Hatəm Ceyhunla oynadı. Zərbəyə blok qoyulur Samirdən. Ceyhun Elnurla oynadı. Elnur. Pasını verdi Hatəm. Hatəmin zərbəsi və gol. Hat-trick! 4-3, hat-trick. Hatəm sanki heç sevirmir. Yunus 3 qolu var. Son 5 dəqiqə və 2 gol. İxlas komandası möcüzəyə göstərəcək bizə möcüzə. Möcüzə şahidlik edə biləcəkmi? Qələbə lazımdır İxlas komandasına. Bəli. Samir zərbəsi Hesab qapına keçir. 4-3-dür. Taymat götürür İxlas komandası. Yunus. Bəli. Son Taymat. 4 dəqiqə və 2 gol. Taymatdan sonra sizlərlə olacağıq. Və taymat bitdi. Baxaq İxlas komandası nə edəcək? Topu Elnur yerinə yetirəcək. Ramil 4 oynayır. dəqiqə Ramil. Bir top bərabərləşdirə bilər hesabı. Baxaq. 2 top vura biləcəkmi İxlas komandası? Yalnız və yalnız İxlas komandasına qələbə lazımdır. Cinah dəyişildi. Mahir. Uzun bir pas. Topu dəqiq ata bilmir Samir. Düzgün yerinə yetirilmədi. Görədi komandasına gəlir out. Belə bir epizodda bu cür kolu səhv eləmək. Ay aydın, ay qəlbi daş. Neymət. Samir Mahirlə oynadı amma topa çata bilmir. Tələsmək lazımdır, tələsmək Bəli. lazımdır. Ceyhun qapıcı ilə oynayır. Gedin də gedin. Çıxın. Ceyhun Hatəm. pasını verdi. Mahir yerdə qalır. Topu Bəli. saxlamaq olmaz. Yerdə oyun olmaz və İxlas komandası qazanır topu. Bəli, artıq topun arxasına Elnur gəlir. Çox maraqlıdır Yunus. Son 2 dəqiqə 20 saniyə. Elnur'un zərbəsi. Ramil Elnur'la oynadı. Qapıcı da risk edir artıq. Hatəm. Pas keçmədi, oğurladılar. Samir geriyə oynadı. Ondan baskı var. Bəli, görədi komandasındır top. Gəlir, gəlir. Bir dənə çıxan. Ramirdən blok. Ramil topu bıraktı Mahirə. Mahirdən geriyə pas. Zərbə qapıdan aralı keçir. Qeyd edək ki, Yunus bu oyundan sonra Qozalar evi ilə BES komandası qarşılaşacaq. 5-ci turun son oyunudur. Bəli, ikinci yeri təyin edəcək o oyunda. Artıq gələn həftə biz play-off oyunlarını görəcəyik Yunus. Qapıcı yenə də dəqiq oynayır. Son saniyə ümidləri hələ də saxlayır Elnur bu epizodda. Bir gol görəcəyik İxlasdan. Qapıcı Elnur. Elnur həqiqətən bu gün oyunun qəhrəmanıdır. Hatəmin də 3 qolu var, hat-trick eləyib Hatəmdə. Zərbə Samirdən. Qapıdan aralı keçir. Elnur tələsir. Baxır önə. Pasını verdi Hatəm. Pas keçmir. Samir. Geriyə oynadılar Elnur. Elnurdan Zamiqə pas. Zamiqi də oyunda görürük. Hatəm.
Pasını verdi. Aydın. Pas Ramil'den pası dəqiq olmadı məncə Yunus. Necə gözəl idi amma. Ayağa verə bilsəydi bəlkə də gol görərdik. Elnur. Hatəm. Ramil direğin yanındadır. Top istəyir. Pas keçmədi. Yenə Hatəmdədir. İtirməli deyil. Neymətdən Mahirə pas. Mahirdən gözəl hərəkət. Pasını da verdi Neymət. Neymət itirdi. Bəli itirdilər. Ceyhun. Ceyhun'a mane olurlar və yerdə qalır. Bəli. Fərdi Məmmədov Əlcibə gedir. Bəli. Sarı kart görürük. Bu kimə idi? Qapçı. Bəli. Rəvana. Və cərimə zərbəsi. Penal deyil bu. Çox təhlükəli nöqtədən. Baxaq. İxlas bərabərləşdirə biləcəkmi? Ceyhun hələ də durmayıb ayağa. Fərid Məmmədov fiti gözləyin deyir. Canlı sədd qurulur qapçıdan. Qeyd edək ki, qapçı cəzalandı, sarı kart gördü. Samiq də pas istəyir. Ramil topu yerinə yetirəcək. Zərbə! Əl bildirirlər. Və bununla da ikinci hissə bitir. Görədir komandasını təbrik edirik. Görədir komandası Play-offda. dördəvi final mərhələsində Canı Futbol Klubunun rəqibi olur. İxlas komandasına da növbəti liqalarda, növbəti mövsümlərdə uğurlar arzu edirik. Şərhçiniz Yunus Sayev və mən Mirzə Ceyhun Məsumov idi. Salamat qalın. Sağ olun.